Məşhur Röyadaydım mahnısının söz və musiqi müəllifi mərhum Şaban Neftçalalının anası Kəmalə Günəşli və Tural Sədalı barədə sərt açıqlama verib. Publikas xəbər verir ki, mərhum Şaban Neftçalalının anası, ifaçı Kəmalə Günəşlinin Röyadaydım mahnısını onun icazəsi və halallığı olmadan səsləndirməsini xüsusi vurğulayıb. Qeyd olunur ki, YouTube platformasında Kəmalə Günəşlinin ifasında müəllifin adı qeyd olunsa da, sözlərdəki dəyişikliklərin Tural Sədalıya məxsus olduğu bildirilib. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Zeynova Elmira, Neftçala sakini, mərhum Şaban Neftçalalının anası, Kəmalə Günəşli, Tural Sədalı ilə əlbir olub. Mənim oğlumun əziyyət çəkib, zəhmət çəkib. O vaxtı tələb edini stox idi. Mən vermişəm o pulları. Musiqi, kasetin aranjmanın, studiyanın, bütün yol pulusun, hər bir şeyin. Bunu bütün Azərbaycan bilir ki, o mahnı Şabanındır. Bunu heç kim dana bilməz. Sözləri də, musiqisi də. Tural Sədalı nə ixtiyarla, Kəmalə Günəşli nə ixtiyarla. Mənim oğlumun mahnısının təqdimatını keçirdilər. Pul qazanırdılar. Onlar fikir etmirdilər ki, Şaban yersizdir, Şabanın anası, qardaşı, bütün Neftçala bankə Şabanın qohumu əqrəbasıdır. Bir gün mən çıxacam efirə, heç mən Kəmaləyə halal eləmirəm. Necə Şabansın qazandığım pulları davaya dərmana verdi. Kəmalə bir o qazandığı pulları Tural Sədalı ilə bir yerdə davaya dərmana verdi. Mən halallıq vermirəm ona. Nəticə əldə eləməyənə qədər mən onlardan əl çəkməyəcəm.